Sülh axtarışları ya sadəcə diplomatik manevr. Aprelin 27-sində İslamabadda Amerika Birləşmiş Ştatları və İran nümayəndə heyətləri arasında gözlənilən görüş ətrafında ziddiyyətli məlumatlar yayılır. Ağ Ev birbaşa danışıqların olacağını təsdiqləsə də rəsmi Tehran, Xarici İşlər Naziri Abbas Əraqçinin Pakistana səfərinin yalnız iki tərəfli xarakter daşıdığını və Amerikalılarla görüşün planlaşdırılmadığını iddia edir. ABŞ və İran nümayəndə heyətləri arasında birbaşa danışıqların aprelin 27-sində İslamabadda keçirilməsi gözlənilir. Bunu Axios portalı mənbələrə istinadən yazıb. Birləşmiş Ştatlar nümayəndələri Steve Witkoff və Jared Kushner əvvəl Pakistan vasitəçiləri ilə ayrı-ayrı görüşlər keçirəcək. Bundan sonra İran tərəfi ilə üç tərəfli formatda görüşün təşkili müzakirə olunacaq. Ağ Evin mətbuat katibi Caroline Leavitt bu iddianı təsdiqləyib. Lakin İranın Tasnim agentliyi Xarici İşlər Naziri Abbas Əraqçinin Pakistana səfəri çərçivəsində ABŞ nümayəndələri ilə görüş planlaşdırmadığını yazıb. İslamabada səfər Birləşmiş Ştatlarla danışıqlarla bağlı deyil, Pakistanla iki tərəfli münasibətlər və regiondakı vəziyyətin müzakirəsinə həsr olunacaq deyə Tasnimin məlumatında qeyd olunur. Xarici İşlər Naziri Abbas Əraqçı isə İslamabadda ilk olaraq Pakistan ordusunun baş komandanı Field Marshal Asim Munir ilə görüşüb. Görüşdə İran və ABŞ arasında atəşkəs, Birləşmiş Ştatlar və İsrailin İrana qarşı hərbi hava hücumlarının dayandırılması, eləcə də Qərbi Asiyada sülh və sabitliyi möhkəmləndirilməsi üzrə fikir mübadiləsi aparılıb. Daha sonra isə Əraqçı Pakistanın baş naziri Şahbaz Şəriflə görüşüb. Görüşdə iki ölkə arasındakı münasibətlər, müxtəlif sahələrdə əməkdaşlıq, eləcə də regional və beynəlxalq hadisələr müzakirə olunub. İran'ın Pakistan üzerinden dolaylı bir görüşme stratejisi benimsediği ve Pakistan üzerinden Amerika Birleşik Devletleri'ne şartlarını sunmayı planladığı ve bu eksenli bir görüşmenin olma ihtimali daha kuvvetli görülmektedir. Ancak İran'ın taleplerini Amerika Birleşik Devletleri'nin ön şart olarak kabul etmesi halinde yüz yüze görüşmelerin olma ihtimali olabilir. ABŞ prezidenti Donald Trump isə Tehranın Vaşinqtonun tələblərinə cavab olaraq öz təklifini hazırladığını bildirib. Ekspertlərə görə isə tərəflərin bir-birinə qarşı ağır şərtlər irəli sürməsi razılaşmanı çətinləşdirir. Ciddi fikir ayrılığı var hər iki tərəfdə və xüsusilə də İranın nüvə proqramı ilə bağlı və bu ciddi fikir ayrılıqları, yəni kəskin fərqlər, mövqelərdə kəskin fərqli tərəfləri kompromisə gəlməyə, razılığa gəlməyə imkan vermir və bu da dediyim kimi vəziyyəti həm gərginləşdirir, eyni zamanda həmçinin də qeyri-müəyyən edir. Təbii ki, tərəflər arasında bu qədər fikir ayrılıqları qalacaqsa, əlbəttə ki, regionda müharibə ehtimalı da, yeni müharibə ehtimalı da qalmaqda davam edəcək. Hələlik isə tərəflər arasında Hörmüz gərginliyi davam edir. Rəsmi Tehran bildirir ki, ABŞ Hörmüz boğazının blokadasını davam etdirsə, İran ordusunun cavabı ilə üzləşəcək. Vaşinqton isə Tehranla razılaşma əldə olunana dək blokadanı davam etdirəcəyini bildirir.